Hər birinizə salam dostlar. Kanalıma ilk dəfə gəlirsinizsə, mən Gül Zeynalova və artıq 2 ildən çoxdur ki, YouTube platformasından siz gənclərin maariflənməsi və inkişafı üçün bir-birindən müxtəlif mövzularda videolar çəkirəm. Bugünkü videomuzun mövzusu da kanalda əslində 3 dənə bu tərzdə video olmağına baxmayaraq, yenə də istədiyiniz bir mövzudur, hansı ki, başlıqdan da gördüyünüz kimi az bir müddət qalmış tarixi necə daha yaxşı yaza bilərik, nəticəmizi necə artıra bilərik və yaxud da ki, 3-cü qruplara hansı məsləhət tövsiyələrim var bu haqqdadır. Kanalda bir-birindən çox və hətta 30 dəqiqəyə yaxın video var tarix haqqında. Keçid edib hər 3 mövzuya baxa bilərsiniz. İ butonuna yerləşdirəcəyəm. Açıqlama hissəsindən hər 3 videonu asanlıqla tapa bilərsiniz. Az bir müddət qalıb və buraxılışdan çıxan tələbələrin əksəriyyətində istəksizlik, inamsızlıq yaranıb ki, bunun da nəticəsi səbəbi buraxılış imtahanında zəif bal toplamaları və yaxud da ki, yorulmalarıdır. Çünki siz artıq neçə illərdir oxuyursunuz və 2 imtahan verirsiniz. Buraxılış imtahanını verəndən sonra beyninizə elə bir format yüklənir ki, deyirsiniz bir rahatçılıq yaranır. Hətta buraxılışı biraz yaxşı yazmısınızsa daha da rahat olur. Bloka yaxşı hazırlaşa bilmirsiniz. Və yaxud da ki, digər bir yöndən yanaşa bilərəm ki, buraxılış imtahanını vermisiniz, nəticəniz zəif olub və siz daha motivasiya ilə blok imtahanına hazırlaşırsınız. Məsələn, mənim özümdə buraxılışım istədiyim kimi olmadığına görə mən bloka hazırlaşa bilmədim, adaptasiya ola bilmədim. Və bu da əlbəttə ki, balıma, seçəcəyim ixtisasa və s. hər bir şeyə təsir elədi. Sizə əvvəla ən böyük məsləhətim odur ki, müəyyən bu vaxt aralığında 1 ay qalmış nəzərdə tutsaq, 1 ay qalmış buraxılışı düşünməyin. Artıq nəticəniz sizin 10 bal olsa da, 200 bal olsa da, 300 bal olsa da siz artıq onu geridə qoymusunuz. Və mən tələbələrimdən Nigarın özü də böyük ehtimalla bu videoya baxacaq və biz dərsə qoşulanda dedi ki, mən buraxılışın təsirindən çıxa bilməmişəm. Nigara dedim ki, Nigar, sənə bir cümlə quracam və bu cümlədən sonra sən özünə gələcəyini səni inandırıram. Yəni 100% qarantiyasını verirəm, o cümləni sizə də qurmaq istəyirəm. Əgər buraxılışın təsirindən çıxa bilməsəniz, blok imtahanınız, yəni 0 olacaq və universitetə daxil ola bilməyəcəksiniz. Məncə bu cümlə yetərincə kifayətdir. Normalda videolarda video çəkən blogerlər olsun, nə bilim tövsiyə edən insanlar olsun. Əlbəttə ki, bunların işinə qarışmıram. Hər kəsin bir metodu, üslubu var. Amma motivasiya hər zaman hər şeyi həll eləmir. Çünki motivasiya tükənən bir şeydir. Məsələn, mənim özüm çox motivasiyalı bir insanam, həddindən artıq. Yəni motivasiyam hətta 100% falandır, belə deyə bilərəm. Amma motivasiyam ölür. Yenə də o işə davam edirəm. Niyə? Çünki inamım var. Çünki inancım var. Çünki disiplinliyəm. Motivasiya ölsə də disiplin hər zaman sizi ayaqda tutur və motivasiyanı yenidən qazanırsınız. Buna görə də sizdən ən böyük məsləhətim, ən böyük tövsiyəm budur ki, disiplinli olun və motivasiyanızı bitirməyin. Əgər belə olsa, blok imtahanınız yaxşı olmayacaq. Yəni bu acı bir reallıqdır. Hətta acı deyil, yəni niyə acı olsun ki? Olanlardır, reallıqdır. Mənə bir mesaj gəldi ki, izləyicimdən ki, bu suallara cavab verin. Suallar budur ki, qısa müddət ərzində Azərbaycan dili, ədəbiyyat və tarixdə necə istədiyim düzə qaldırmaq olar? Abituriyent olduğunuz dövrdə etdikləriniz və sair tövsiyələriniz. Yaxşı bir sualdır. Yoldaşlar, belə bir sual verim ki, sizə öz istəyinizlə hazırlaşırsınız. Yəni bir hədəfiniz var. Əgər burada var, bəli, universitetə hazırlaşıram cavabını seçdinizsə, digər cavabı seçdinizsə, zaten kanalda qalmağınızın yeri yoxdur. Əgər digər cavabı seçdinizsə, əlbəttə ki, deməli sizin burada bir bazanız var. Siz artıq müəyyən bir müddətdir ki, hazırlaşırsınız, nəyisə oxuyursunuz və bu o deməkdir ki, sizin artıq daxili yaddaşınızda, beyninizdə müəyyən bir məlumat var. Siz artıq müəyyən bir şeyi bilirsiniz və 15 düzə qaldırmaq, 20 düzə qaldırmaq sadəcə olaraq sizin davamlılıq, çalışqanlıq mərhələnizdən keçir. Ki, əgər davamlı şəkildə çalışsanız, indi necə çalışacaqsınız, onun haqqında da məlumat verəcəm. 15 düzə qaldırmaq, 20 düzə qaldırmaq, hətta 30-30 yazmaq belə sizin özünüzdən asılıdır. Ona görə də burada əsas vacib olan şeylərdən biri gəlin deyim indi nədir? Əslində videonu bu arada bir şey demək istəyirəm. Videonu normalda çox yaxşı editləyə bilərəm. Allah Allah! Ciddi misin oğlum? Amma mənim fikrimcə video izləyənlərə əsas edit və yaxud da ki, maraqlı bir kontent deyil. Sakin ol Kemal. Sakin ol Kemal. Sadəcə olaraq danışın və siz suallarınıza cavab tapasınız. Ona görə videoların üzərində çox da belə deyim də vaxt itirmirəm. Bizim əlimizdə olan vəsaitlər, əsas vəsaitlər DİM-in 20 sınağıdır. OTK suallarıdır, MGM suallarıdır. Hətta imtahan, DİM-in özünün keçirdiyi sınaq imtahanıdır və ötən illərdə düşən suallardır. Siz əlinizdə bu 5
vəsait varsa, bu 5-i varsa, siz zaten istədiyiniz nəticədən daha yaxşısını yaza bilərsiniz. Mən əksər videolarımda bildirirəm ki, yoldaşlar, 3 dənə əsas şey var. DİM-in özünün çıxardığı vəsaitlər, DİM-in özünün imtahana saldığı vəsaitlər, bir də əlavə bir neçə vəsait var ki, onlar. Bu arada dostlar, bir şey də qeyd etmək istəyirəm ki, əgər mənimlə birgə hazırlaşmaq istəyirsinizsə, ekranda qeyd etdiyim nömrə ilə birgə mənimlə əlaqə saxlayıb hazırlaşa bilərsiniz. Həmin bu qeyd etdiyim 3 vəsait əlinizdə varsa, siz zaten bir şeylər edə bilərsiniz. Yəni sizin əsas məqsədiniz o olmalıdır ki, DİM-i mənimsəyəsiniz. Baxın, 2 dənə fərqli test üslubu göstərim sizə. Biri var güvənin sınaqlar toplusu, bir də var DİM-in imtahana saldığı 2024-cü ilin qəbul sualları. Bunların arasında uçurumlar qədər fərq var. Niyə? Çünki güvəndə daha çox məntiq yönümlüdür. Amma əlbəttə ki, imtahana düşən suallar imtahan yönümlüdür. Siz artıq DİM-in üslubunu tutmalısınız. DİM hansı sualları sala bilər? Məsələn, mənim tələbəm Elnarənin özü böyük ehtimal videoya baxacaq, əgər vaxtı olsa təbii ki. Elnarə dərs danışanda, məsələn, DİM bunu imtahana sala bilər. İmtahana düşəcək hissə budur. Ədəbiyyat danışır. Bu qız deyir, orada bir dənə hissə var idi. Məsələn, bu hissə, bu imtahana düşə bilər. Bu qız dərs oxuyanda indi özünü tərifləmək kimi çıxsın. Əlbəttə ki, niyə də çıxsın? Bu qız dərs danışanda deyir, bu şey imtahana düşə bilər. Çünki niyə? Birincisi imtahan görüb. İkincisi, DİM-ə düşən suallardan işləyib. Üçüncüsü, DİM üslubunda testlər işlədirəm mən bu uşaqlara. Bütün gün çətin sınaqları verirəm. Hətta buraxılış imtahanında blok sualları işlədirdim. Özlərinin indi xəbəri olur böyük ehtimalla. Arada özlərinə də deyirdim. Buraxılış imtahanında blok sualları işlədirdim. Heç deyirdim ki, işləyin. Deyirlər çətindir, deyirdim işləyin. Yəni nə olsun çətindir. İndi siz çalışın ki, hər bir mövzuya, hər bir suala, hər bir alt başlığa DİM-ə düşəcək bir sual kimi baxın. Yəni məntiqdən getmir söhbət. Söhbət məntiqi DİM-ə aparmaq deyil. Söhbət DİM hansı sualı sala bilərdi. Siz bu üzərindən fikirləşsəniz, inandırım sizi ki, yəni imtahanın nəticəniz çox yaxşı olacaq. Əsasən hazırlaşdığınız vəsaitlərdir, əsasən hazırlaşdığınız vasitələrdir ki, siz bunlar sayəsində belə deyək də qabağa gedə bilərsiniz. Bunlar sayəsində istədiyinizi edə bilərsiniz. Yer gəlmişkən mən özüm istifadə etdiyim kanallardan danışmaq istəyirəm ki, əvvəlki videolarda da qeyd edirəm. Natiq Vahidov, əlbəttə ki, yəni çox yaxşı izahları var. Ayşən Hüseynova, Ayşən müəllim Natiq müəllimin komandasında işləyən bir xanımdır, xanım müəllim. Şimdi müəllimin adı yadımdan çıxdı. Deyəsən Vüqar müəllim idi, tarix müəllimi, o da MV Akademiyanın müəllimidir. Həqiqətən yaxşı izahları var. Hətta canlılar açırdı biz mən abituriyent olan vaxtı. Canlılarında sual-cavab edirdi. O qədər effektivdir yoldaşlar. Hətta tövsiyə edərdim o canlılara gedib təkrar baxasınız. Çünki imtahana düşə biləcək sualları tarixdən orada müzakirə edir. Məsələn, ədəbiyyat üçün Validə müəllim, Validə Vəliyevanın ədəbiyyat izahlarına baxa bilərsiniz. Hətta səsli kitab var idi. Mən ədəbiyyatdan bunu tövsiyə edirəm. Məsələn, vaxtım çatmayanda, hazırlığa gedəndə onların videosunu yükləyirdim YouTube-a. Onlara yol boyunca qulaq asırdım ki, məsələn, atıram Bahar əsəri, ana, bunlardan nə danışır? Danışdıqlarını mən yolda qulaq asırdım və artıq yadımda qalırdı. Yəni qulaq yaddaşı deyilən bir şey var da. Siz çalışırsanız ki, özünüzü buna öyrəşdirəsiniz, bu həqiqətən də sizin üçün yaxşı olacaq. Yəni asan üsullardan, asan vasitələrdən, vəsaitlərdən bunları deyə bilərəm sizə. Ümumilikdə yəni belədir proses. Bu arada mən artıq WhatsApp kanalımda kanalı aşağı yerləşdirəcəm və PDF kanalında onu da aşağı yerləşdirəcəm, qrupunu daha doğrusu. Oradan istifadə edə bilərsiniz. WhatsApp kanalında çox da aktiv ola bilmirəm, amma yəni söz verirəm ki, yaxın günlərdə aktivliyə qayıdacağam. Bax, postlara bax. Triplərə bax. Təəssüf ki, vaxtım olmur və bu aralar işlərim çox qarışıq olduğuna görə adaptasiya ola bilmək problemim var. Bunları amma həll eləyəcəyimə, yəni söz verirəm. Ən azından izləyicim olaraq bunlara haqqınız var, bunları eşitməyə. Bu dediyim məsələləri göz önündə saxlasanız yaxşı olar. Bu arada siz alt qrupa imtahan verənlər, alt qrupu seçənlər üçün də bir neçə tövsiyəm var ki, imtahanda hansı qrupdan gedirsiniz, onların seçimi olub və bağlanıb bilmirəm, amma ki, olduğuna əminəm. Çünki mənim tələbələrim də atmışdılar mənə ki, bəs artıq seçimlər başlayıb da hansı neçənci qrupu seçmək istəyirsiniz, imtahanı neçənci qrupdan vermək istəyirsiniz, bunları nəzərdə tuturam. Siz orada çalışın ki, alt qrupu da seçin və alt qrupu seçmək səbəbiniz nədir? Əslində orada TC, yəni ki, tarix və coğrafiya, bir də DT, dil, ədəbiyyat və yəni ki, dil və tarix. Bu hissələrdən TC-ni də seçməyinizi tövsiyə edirəm. Niyə desəniz? Çünki siz niyə də seçməyəsiniz? Belə bir fürsətiniz varsa əgər, yəni tarixdən də, amma coğrafiyadan balınız 0 olsa belə artıq o TC-dən, yəni beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarından birini seçə bilərsiniz. Bəzi tələbələr var ki, bu tələbələr belə deyək də, artıq
DT-dən universitetə daxil ola bilməyəcəklərini düşünürlər. Yoldaşlar, əgər belə düşünürsünüzsə, TC-dən də imtahan verin. Coğrafiyadan deyərsiniz, bəs siz necə hazırlaşdınız? Mənə həddindən artıq çox suallar gəlirdi. Coğrafiyadan necə hazırlaşdınız, nə etdiniz? Mən əvvəla onu deyim ki, mən aşağı sinifdən, 6-cı sinifdən artıq tarix, biologiya, kimya falan çıxırdı. Bunların hər birini 11-ci sinifə qədər oxumuşam, sırf marağım olduğuna görə. Siz artıq bunlardan bazanız varsa, bunlardan çox da hazırlaşmağa ya da dərs çəkməyə ehtiyac yoxdur. Çünki rahat düşür imtahana və siz sadəcə bir müddət hazırlaşaraq onlardan yaxşı nəticə toplaya bilərsiniz. Onu deməyə çalışıram ki, yoldaşlar, siz TC-ni seçsəniz, yəni itirəcəyiniz bir şey yoxdur. Əgər DT-də universitetə daxil olma şansınız azdırsa, TC ilə regionşünaslıq və ya beynəlxalq münasibətlər ixtisasından da davam edə bilərsiniz. Ümid edirəm ki, alınsa beynəlxalq münasibətlər haqqında video çəkmək istəyirəm. Siz ona baxa bilərsiniz, ondan maariflənə bilərsiniz ki, beynəlxalq münasibətlər nədir, harada istifadə oluna bilir, gələcəkdə haralara yönələ bilərəm, hansı peşələrdə istifadə edə bilərəm. Amma bir məsələni də demək istəyirəm ki, artıq süni intellekt dövrü, artıq belə deyək də rəqəmsallaşma dövrü olduğuna görə biz təəssüflər olsun ki, üçüncü qrup daha doğrusu fənlərində biraz geriləyirik və ikinci qrupda həmçinin. Çünki birinci qrupu hazırda üstünlüyü tutub, yəni bu şəkildə, ikinci qrup qalıb burada, birinci qrup qalıb burada. Yəni ki, birinci qrup fənləri daha dünya yönümlü olduğuna görə artıq ümumilikdə 3-cü və 2-ci qruplarda zəifləmə prosesi baş verir. Bunu bəlkə xəbərlərdə də eşitmisiniz. Yəni belə. Əlavə olaraq belə biraz çox qarışıq danışdım mənim fikrimcə. Çünki bu videoların hər biri də lazım gəldiyi şəkildə mən kanalımda zaten izah etmişəm. Keçid edib ora baxa bilərsiniz. Bayaqdan əllərimlə, qollarımla çox danışıram. Elə bilərsiniz dırnaqlarımı göstərirəm. Yəni belə. Əlavə olaraq sizin nəsə bir sualınız olarsa, aşağıda komment bölməsinə bildirə bilərsiniz. Mən sizə oradan səs atıb cavab verə bilərəm. Belə ümid edirəm ki, bu videomuz da tutar. Çünki bundan əvvəl çəkdiyim video tutmadı. Nəysə, mən indi montaja keçid edeyim və videonu axşamüstü paylaşım. Sağ olun, hələlik.